Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün kimyəvi qatqısız ev üsulunda təbii üz losyonunun hazırlama qaydasını göstərəcəm. Bunun üçün bizə lazımdır 1 ədəd orta ölçülü xiyar, eləcə də 1 stəkan süd. Əvvəlcə xiyarı rəndədən keçirirəm. Qabın içərisinə 1 stəkan südü, eləcə də xiyarı əlavə edirəm və qabı ocağın üzərinə qaynamağa qoyuram. Qarışdırıram və beləcə vam odda 1-2 dəqiqə qaynadıram. Qaynağa düşəndən sonra ocaq söndürülür və soyuyana qədər gözlədirəm. Bu losyonu həm üzdəki makiyajı silmək üçün istifadə etmək olar, ən əsas da gecələr yatmazdan əvvəl üzünüzü bu losyonla silin. Soyduqdan sonra isə beləcə süzürəm. Daha sonra isə şüşənin içərisinə tökürəm. Əlavə olaraq 1 çay qaşığı da zeytun yağı töküb qarışdırıram. Hazırladığım losyonu soyuducuda saxlayıram. Qeyd etdiyim kimi yatmazdan əvvəl bu losyonla üzünüzü silin. Losyonu çəkdikdən sonra dəriniz dartılır, üzünüz şüşə kimi parlaq olur. Əziz xanımlar, əgər videom sizlər üçün faydalı oldusa, bəyənmə düyməsini basmağı və mənə abunə olmağı unutmayın.